Hə, qızıl yel ola bilir, birincili qızıl yel var, ola bilir ikincili qızıl yel var. Nədir birincili və ikincili? Birincili o deməkdir ki, xəstədə heç bir əlaməti yoxdur, sağlam bir insandır. Məsələn, normal bir çəkisi var, normal bir işi gücü var, heç bir problem yox. Və birdən-birə bu insanda qızıl yel əməli gəlir. Bu olur birincili. İkincili isə odur ki, insan çox kökdür və yaxud da ki, şəkərdir və yaxud da ki, ayaqlarında vaskulit var, damar vaskuliti var və yaxud da ayağında fil xəstəliyi. Bunlardan biri varsa əgər, bu zaman ayaqda qızıl yel inkişaf eləyə bilir. İkincili müalicə çox çətindir. Çünki ikincildə səbəb aradan qalxmaq lazımdır. Məsələn, adam kökdürsə mütləqdir ki, adam arıqlasın. Arıqlamasa bu adamda bu effekt alınmayacaq. Və yaxud da şəkər, güclü şəkəri varsa, şəkər əleyhinə müalicəvi tədbirlər görülməlidir və bundan sonra şəkər salınandan sonra artıq qızıl yel yavaş-yavaş aradan qalxacaq. Amma birincili qızıl yel, yəni insanda heç bir problem yoxdur, sadəcə olaraq qızıl yel əmələ gəlib. Bunun üçün ən ideal müalicə üsullarından biri təzə çoğundur yarpağını ət maşınından keçirib ayağa qoyub bağlayırsınız. Axşam bağlayırsınız, səhər açırsınız. Bunu təxminən 10 dəfə eləməklə siz xəstəliyi rahat şəkildə dəf edə bilərsiniz. Sonra ayaqlara hizam qoyulması effektivdir. Ayaqlara zəli müalicəsinin qoyulması çox effektivdir. Məsələn, zəli həftədə 10 ədəd, ümumən bir 60 və yaxud 70 ədəd zəldən istifadə edə bilərsiniz. Baldırlara qoymaq şərti ilə. Çünki bunlar qan dövranını yaxşılaşdırır, qan boğulmasının qarşısını alır və qızıl yel də əksər hallarda qanın pozulduğundan sonra əmələ gəlir.